Deməli belə. Bura gəl. Pişik getdi. Bugünkü qonaqlarımızdan biri deməli BMW F30'dur. Avtomobil sahibi yaxınlaşdı bizim yanımıza dünən. Axşam maşını yoxladıq və qardaş dedi ki, qalsın gecədən səhərə kimi, səhər tezdən soyuq motora başlayıq işlərini görək. Elə dünən qardaşla razılaşdıq bu məsələni. Qardaş öz indi buradadır. Onun da birbaşa iştirakı ilə avtomobili başlamışıq söhməyə. Deməli problem nədir? Göstərək bura. Turboya keçən patrufka dibindən qırılıb. Maşında hava çəkmə problemi var idi. Elə dünən əlimlə belələdim, yoxladım. Diaqnoz eləmiş. Gördüm ki, patrufka qırıqdır. Bu patrufka dəyişiləcək, orijinalinə əvəz olunacaq. Daha sonra farsunqaları sökmüşük, hamısı bərbad vəziyyətdə. Alışma şamları, sveçalar orijinal deyil, plusdəki qaralıb. Bu da farsunqanın yanacağı çox verməklə əlaqədardır. Üst qışqı gördüyünüz kimi təmiz yağın içindədir. Sveçaların dibləri təmiz yağın içərisindədir və kollektorun böhründən yağ verir. Bu isə üst qışqan prokladkasındandır. İnşallah ki, üst qışqan prokladkasını dəyişdirəcək qardaşa orijinalı ilə. Daha sonra isə bütün yanacaq sistemini tamamilə təmizləyəcəyik. Sonra nə qaldı qardaş? Bunu eləyəcəyimiz. Zaslonka da yuyulacaq. Belə, bütün nə işlər varsa hamısı görüləcək. Qardaş ilə təhvil veriləcək. Bundan sonra da bu avtomobilə hər zaman biz baxacağıq. İzləmədə qalın. Avtoklinik Azərbaycan.